Ramazan ayıdır. Biz Quranla ünsiyyət tapaq. Görək Quran bizə nə deyir? Bizə nə göstəriş verir? Quranın, dinin bütün göstərişləri insanın fitrətinə tam mütənasibdir, tam uyğundur. Və Quranın qadağaları bizim fitrətimizə ziddir. Quran və din bizim xeyrimizi istəyir. Bizim nəyə münasibdirsə ona bizə əmr eləyir. Əgər Quran əmr eləyirsə ki, mənəm sizin Rəbbiniz, bizim faydamızdır, xeyrimizədir, bizə mənfəəti var. Və əgər Quran bizə əmr eləyirsə ki, siz Ramazan ayında oruc tutun, Rəbbinizə təslim olun, yenə də bunun bizim fitrətimizə faydası var və bizim hər bir əmri, dinin, Allahın göstərişinin bizim kamalımıza faydası var. Və hər bir qadağa ki, Allah Teala və bizim gözəl İslam dinimiz qoyub, bizim kamaldan bizi saxlayır. Biz nöqsan yaranır bizim varlığımızda. Təbii ki, qərb fəlsəfəsində insanı sırf maddi bir varlıq kimi təsəvvür edilən fəlsəfələrdə bu anlaşılan bir şey deyil. Çünki bu fəlsəfələr insanın ruhuna etiqadları yoxdur. Və onların əksəriyyətinin əqidəsinə əsasən və təməl prinsiplərinə əsasən dünya elə bu dünyadır. Heç bir axirət yoxdur və insanın varlığı elə onun bu fiziki varlığıdır. Heç bir ruh, metafizik bir aləm yoxdur. Və özləri üçün də elmi, dırnaqarası elmi bir qayda qanunlar da izah edirlər bununla. Təbii ki, heç birinin əsası yoxdur. Amma din bizə başa salır ki, xeyr, siz əgər kamala çatmaq istəyirsinizsə, siz burada müvəqqətisiniz. Sizin qarşınızda bir əbədiyyət var. Müvəqqəti bir yerdə ilişib qalmayın. Mən bütün insanları xəlq eləmişəm. Və bizim Rəbbimiz bizi xəlq edir. Bütün incəliklərini bilir insanın. İnsanın nə faydası var insana bilir. Nəyin insana ziyanı var bilir. Çünki Xaliq odur. Mümkün deyil ki, Xaliq Rəbb olmasın. Mümkün deyil. Xaliq mütləq Rəbb olmalıdır. Çünki Xaliq bilir ki, mən bu varlığı yaratmışam, necə bu varlıq kamala çatmalıdır. Nə ona ziyandır, nə ona xeyirlidir, onu yalnız Rəbb bilir. Başqa heç kəs bu məsələni bilmir. Və tərbiyənin xəritəsini də yalnız belə bir varlıq cıza bilər. Biz belə bir varlıqdan soruşmalıyıq ki, biz necə özümüzü və övladlarımızı tərbiyə edək. Çünki bizim sahibimiz varlığımızın bütün ehtiyacını, tələbatını, ruhumuzun bütün tələbatını yalnız o bilir. Yalnız Allah bilir, yalnız Rəbb bilir